Qarabağda nələr baş verir? Dünən Polşada keçirilən UEFA Konferans Liqasında ilk oyun Qarabağ üçün növbəti məyusluqla nəticələndi. Ağdam təmsilçisi Kiyev Dinamosuna 1-0 hesabı ilə məğlub oldu və daha narahat edici məqam odur ki, komanda ardıcıl 3-cü oyunda da qol vura bilmədi. Bu nəticələr azarkeşlər arasında ciddi narazılıqlar yaradıb. Ən çox səsləndirilən fikirlərdən biri budur ki, komanda son illərin ən vacib futbolçularını itirdikdən sonra onların yerini eyni səviyyədə doldura bilməyib. Kevin Medina, Leandro Andrade və xüsusilə Camilo Duran'ın gedişi oyunların məhsuldarlığına ciddi təsir göstərib. Yeni transferlərdən gözləntilər isə hələlik özünü doğrultmur. Buna səbəb olaraq oyunçuların hələ adaptasiya mərhələsində olduğu bildirilib. Dünənki qarşılaşma da bunun bariz nümunəsi idi. Qarabağ hücumlar qurdu, bir neçə dəfə künc zərbəsi qazandı, qol imkanları yaratdı, lakin bu epizodların heç biri nəticəyə çevrilmədi. Hücumların son nöqtəsində qərar vermə və dəqiqlik çatışmadı. Burada bəxt amili də öz sözünü dedi. Aleksey Kaşukun bir neçə real qol imkanı olsa da topu qapıdan keçirə bilmədi. Futbolda belə günlər olur, amma bu cür epizodların ardıcıl təkrarlanması artıq təsadüfdən daha çox komandanın hücum effektivliyi ilə bağlı suallar yaradır. Müdafiədə də problemlər diqqətdən yayınmadı. Qarşılaşmanın taleyini həll edən qol erkən dəqiqələrdə müdafiədə buraxılan kobud səhvin nəticəsində vuruldu. Yeni transfer edilən Macar müdafiəçi Bense Varkoni müdafiədə yaxşı dayansa da ilk qol qaçınılmaz oldu. Bu cür oyunlarda bir sıra xırda səhvlər adətən çox baha başa gəlir və Qarabağ da bunun acısını çəkdi. Üstəlik, komanda heyətlə bağlı ciddi itkilərlə də üz-üzə qalıb. Elvin Cəfərquliyevin zədələnməsi, yeni transfer Cebrail Makrevskinin qırmızı vərəqə alaraq növbəti oyunu buraxacaq olması və digər yeni transfer Zakarya Savonun zədə səbəbindən təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı xəbəri Qurban Qurbanovun seçim imkanlarını daha da məhdudlaşdırır. Oyun zamanı Qurban Qurbanovun üz ifadəsi də çox şey izah eləyirdi. Qarabağı hər zaman daim uğurlara aparan məşqçi komandanın yaşadığı problemləri hamıdan yaxşı görür. Ancaq indi əsas sual budur. Bu böhrandan çıxış yolu tapılacaqmı? Vəziyyəti düzəltmək üçün vaxt var, amma bir məsələ aydındır. Qarabağ həm transfer siyasətini, həm də hücum xəttinin effektivliyini qısa zamanda yaxşılaşdırmasa, bu mövsüm əvvəlki illərdə öyrəşdiyimiz dominant Qarabağı görmək çətin olacaq. İndi bütün diqqətlər cavab oyununa yönəlib, görək Ağdam təmsilçisi tənqidlərə meydanda cavab verə biləcəkmi?